Ailənizin iki qızı Rüstəmxanlılar ailəsinin gəlini olub. Bacınız mərhum Könül xanımla Şahbaz bəyin izdivacını siz istəmişdiniz, yoxsa bu onların öz qərarı idi? Yox, onu Sabir bəyin atası istəmişdi. Xudəmi istəmişdi, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hə, belə. O mövzu ağır mövzudur. O talihsiz bir ailə həyatı oldu. 2 evladı var, bir qızı, bir oğlu var. Ondan sonra mən yardımlıya cəmi bir dəfə getmişəm, heç o yolu gedə bilmirəm. Çox ağır. Səhv etmirəmsə qəzada olmuş, Qəzada, ağır avtomobil qəzasında. 5 nəfər olmuşdu, içində bir tək onu itirdik. Çox gözəl bir qadın idi o. Biz atamıza baba deyirdik. Deyirdi qızım, Könül qızların gözüdür. Gözəl qız idi. Mən böyütmüşdüm onu, yanımda böyümüşdü. Mən biləni Aydanın da ona çox böyük bir məhəbbəti Çox var böyük. imiş. Cəmilin, Aydanın başqaydı, onların bağı başqaydı. Onlar Könülü sadəcə xalaları kimi görmürdülər ki, bacıları kimi görürdülər. Ondan sonra əlbəttə yenə cavan qardaşım rəhmətə getdi. Allah rəhmət eləsin. Xanlar, bəli. Bəli, o biri başqa, sonra Qarabağ qazisi qardaşım rəhmətə getdi. Sonra bacım rəhmətə, böyük bacım getdi. Çox qəribədir, həmişə Allaha yalvarırdım ki, Könülü unutturacaq mənə dərd vermə. Dostumuz zəng vurdu ki, qadındır. Mən Könülü bugün yuxumda görmüşəm gecə və o mənə xahiş eləyib ki, səninlə görüşüm. Mən qəbul elədim. Yəni dedim, gəlsin, işə gəlsin. Çəhrayı rəngdə qızıl güllər almışdı. Könülün ən çox sevdiyi rəng idi, çəhrayı rəngdə qızıl güllər. Mən dedi, bugün onu yuxuda gördüm gecə. Düz cənnətin dedi qapısının ağzında mənə bu gülləri verdi ki, apar bacımla görüş, denən ki, mən belə gözəl yerdəyəm. Mən ondan sonra toparladım gerçəkdən.